Şəhid qardaşı Haqverdi Əliyev bizə müraciət eləyib. Haqverdi bəy deyir ki, Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov onu hədələyir, ona hədə-qorxu gəlir. Hər halda bu da bir iddiadır, çünki biz telefon danışığına şahidlik etməmişik. Haqverdi bəy yalan danışır, açığı o qədər inanmıram, çünki əgər bir insan video ilə özünü çəkirsə, video şəklində və bu sözləri deyirsə, həm də o bilir ki, yalan məlumatdırsa, buna görə məsuliyyət daşıya bilər. Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarov gerçəkdən də mi istəyir Haqverdi Vəliyevi məhv etməyə? Yəni bunu özü bilir. Biz bunu dəqiqliyi ilə deyə bilmərik, amma məsələ burasındadır ki, Siraqəddin Cabbarov bilir ki, heç kimi məhv eləyə bilməz. Kimin kimlənsə problemi varsa, məsəl üçün icra başçısı deyə bilər ki, mənim üzərimə şər atır. Böyükdən atır, aidiyyatı qurumlar var, məhkəmə sistemi var, bununla bağlı məhkəməyə müraciət eləyə bilər. Siz bir rayonun icra başçısı ola bilərsiniz, bir kəndin icra nümayəndəsi ola bilərsiniz, amma bütün bunlar sizə haqq vermir ki, siz sözün düzünü deyən birisini aşağılayasınız və ya ona hədə-qorxu gələsiniz. Mən Haqverdi müəllimin bu məktəblə bağlı düz danışdığını nədən bilirəm? Hələ mən ötən il Space televiziyasında çalışanda həmin şikayəti bizə göndərmişdilər və biz o şikayəti efirdə vermişdik və aylardır eyni problem davam edir. Mən Siraqəddin Cabbarovla da əlaqə saxlayacağam, onun fikrini də eşidəcəm. Düzdür, icra başçılarına əksər vaxtı zəng eləyəndə onlar telefona cavab vermirlər. Millət vəkilləri var, bizim deputatlarımız telefona cavab vermirlər. Niyəsini soruşursan, deyirlər ki, biz tanımadığımız nömrəni götürmürük. Ona görə yəqin ki, indi ilk etaplarda ola bilsin ki, Siraqəddin Cabbarov da Sabirabadın icra başçısı bizim də telefona cavab verməz, amma mesaj yazarıq. İndi bir WhatsApp üzərindən özümüzü təqdim eləyərik. Bəlkə də bu iddiadır, bəlkə də aralarında belə bir söhbət olmayıb. Hər halda biz qarşı tərəfin fikirlərini eşitməyə hazırıq.